Aha, kimyəvi reaksiyaların təsnifatı. Kimyəvi reaksiyalar təsnif olunur birinci. Reaksiya daxil olan və reaksiyasında alınan maddələrin sayına görə, tərkib dəyişməsinə görə. İkinci, reaksiya daxil olan maddələrin aqreqat hallarına görə, homogen hidrogen reaksiyalar. Üçüncü, reaksiyaların getmə istiqamətine görə, dönən, dönməyən reaksiyalar. Və sonuncu, oksidləşmə dərəcəsinin dəyişməsinə görə oksidləşmə reaksiyaları və adi reaksiyalar. Başlayaq. Birinci, reaksiya daxil olan reagentlərin və alınan məhsulların sayına görə reaksiya təsnif olunur. Bir, birləşmə və yaxud da sintez reaksiyaları. Sintezin sözü mənası, yəni latınca birləşmə deməkdir. Sintez etmək. Yeni maddə əmələ gətirilmək. Yalnız və yalnız reaksiyanın sağ tərəfində, oxdan sağda harada bir maddə görsəz, bu növ reaksiyalar birləşmədir. Sağda ancaq bir maddə. İkinci, birləşmənin əksi parçalanma və yaxud da digər adı analiz reaksiyaları. Analizdə isə hər zaman solda ancaq bir maddə olur, sağda isə bir neçə maddə ola bilər, ən az 2 və daha artıq. Yəni, parçalanma və ya analiz reaksiyalarında hər zaman oxun sol tərəfində bir maddə olur, sağ tərəfində isə ən azı 2 və daha çox maddə olur. Yəni, ən azı bir mürəkkəb maddə olmalıdır ki, parçalansın. Birləşmədə isə sağ tərəfdə hər zaman mürəkkəb maddə alınır, bir maddə mürəkkəb. Parçalanmada isə əksinə sol tərəfdə mürəkkəb maddə olur, sağ tərəfdəki maddələr bəsit və mürəkkəb ola bilər. O şərt deyil. Ancaq soldakı maddə 100% mürəkkəbdir parçalanmada. Birləşmədə isə sağdakı maddə mürəkkəb olur. Növbəti, deməli, əvəz etmə reaksiyaları, deməli, bir mürəkkəb maddənin tərkibindəki bir və ya bir neçə elementi digər element atomları əvəz edirsə, bu nə gedir əvəz etmə? Bu rahatdır. Burada sink H əvəz edibdir, burada natrium demək, H əvəz edibdir, burada xlor, brom əvəz edibdir, burada isə bir qrup atom, daha mürəkkəb maddənin tərkibindəki bir qrup atomu əvəz edibdir. Baxın, bu diqqətli olun, bu nə gedir əvəz etmə? Silisium 2, buradakı CO2 çıxarılır və alınır kalsium, metasilikat və karbon dioksid. Mübadilə dəyişmədə isə bir mürəkkəb maddənin katyonu digər mürəkkəb maddənin anyonla birləşir. Qarşılıqlı dəyişmə. Bu maddənin katyonu bunun anyonla. Baxın, barium katyonu sulfatla birləşir, xlor isə birləşir natriumla. Məsələn, burada kalium katyonu birləşir xlorla, hidrogen birləşir OH-la. Nə gedir bu? Mübadilə dəyişmə reaksiyası. Diqqətlə baxın, natrium H-da, natrium müsbətli H mənfi 1, su molekulu müşahidə yazaq. HOH. HOH-da H müsbət 1-dir, OH mənfi 1, diqqətli olun. Natrium birləşir suyun OH-la, natrium OH. Buradakı H müsbət birləşir bu H mənfi ilə. Ona görə buna gedir? Mübadilə dəyişmə reaksiyası, diqqətli olun. Növbəti. Tez-tez deyək. Bir maddə parçalanma, bir maddə başqasını əvəz etmə. Bu da onun kimidir, parçalanır. Bir maddə başqa maddəni əvəz etmə, birləşir, qarşılıqlı dəyişmə, mübadilə. Bu da onun kimidir. Qarşılıqlı dəyişmə, demişdir. Kalsium OH-la, HH-la mübadilə. Bu da onun kimidir. Diqqətli olun. Karbon oksidi ilə birləşir və hidrogendən qırağa çıxır. Yəni, nə olur? Əvəz etmə, diqqətli olun burada. Burada isə H2O5, buradakı N2O5-i əvəz edir. Yəni, əvəz etmə. Yada qarşılıqlar. Deməli, ikinci qayda, reaksiya daxil olan maddələrin aqreqat halına görə homogen və heterogen reaksiyalar. Başlanğıc maddələr eyni aqreqat halında, eyni fazada olanda qaz, maye, məhlul, homogen reaksiyalardır. Başlanğıc maddə reagentlər müxtəlif aqreqat hallarında, müxtəlif fazada olanda isə nə olur? Heterogen reaksiya. Məhlul, homogen, maye, qaz, dərsləri hamısı homogendir. Bəli. Deməli, baxın, bəlkə nə qaz heterogen, bəlkə məhlul heterogen, bəlkə məhlul heterogen. Yəni, faza müxtəlifdirsə, ancaq heterogen reaksiyadır. Bəli. İndi özünüz deyin, hansı reaksiya homogendir? Dəm qazı, oksigen, qaz, hətta məhsul qazı. Məhsula baxmaq ehtiyac yoxdur, başlanğıc maddələr. Bəli, başlanğıc maddələr eyni halda olmalıdır, homogen reaksiya. Deməli, hocam, baxın, bu reaksiyanın növbələrini sizcə, mis gümüşə əvəz edilir. Əvəz edilir. Deməli, mis dolaq üzərində gümüş katyonları reduksiya olunur, sərbəst atomat olaraq keçir və sərbəst atom halında gümüş yığılır və mis katyon üzərində alındı sərbəst gümüş və mis 2 nitrat. Əvəz etmə reaksiyası. Reaksiyaların axıra kimi getməsinə və yaxud da getməsinə görə. Reaksiyanın gedişatında başlanğıc maddələr sərf olur, məhsul alınır və zamanla alınan məhsullar parçalanır, yenidən başlanğıc maddə, reagentlər alınır.
Bu növ reaksiya nə adlanır? Dönən reaksiyalar və yaxud da tarazlıqda olan reaksiyalar. Bir qayda, harada 2 qat oxuyursınuz, bu reaksiya nədir? Dönən reaksiya. Və yaxud da başlanğıc maddələr tam sərf olunmasa dönən reaksiyadır. Başlanğıc maddələr tam sərf olunsa dönməyən axıra kimi gedən reaksiyadır. Bəli. Axıra kimi gedən reaksiyanın hansı əlamətlər vardır? 3 əlamət. Çöküntü, qaz, su və s. Bəli. Bunlara görsəz, bilin ki, reaksiya axıra gedir ki, çöküntü alınması, qaz və su alınması. Baxın uşaqlar, deməli, axıra dəkilən reaksiyalar, dönməyən reaksiyalar. Dönməyən reaksiyaları təminlə verən zaman reaksiya məhsulunda çöküntü ox aşağı, qaz ox yuxarı və su alınır. Yox, əgər rəqəmə verilsə, başlanğıc maddələrin miqdarı tam sərf olursa, dönməyən reaksiyadır. Başlanğıc maddələrin miqdarından artıq qalıbsa, reagentlərdən artıq qalırsa, bu nədir? Dönən reaksiyadır. Yada saxlayın, baxın aşağıda, sevgin baxaq. Bu da eyni şeydir, çöküntü alınır, dönməyən reaksiyadır. Baxın, bir dənə bu sizə deyim uşaqlar. Bax, hər hansı qrafikdə sərf olan maddə nə idi? Azalan xəttlər. Azalan xəttlərdən biri sıfıra düşürsə, bu 100% dönməyəndir. Azalan xəttlər, reagentlərdən heç biri sıfıra toxunmursa, tam sərf olmursa, bu dönən reaksiyadır. Baxın, diqqətli olun. Aşağı düşən xəttlərdən hər hansı biri absis oxuna toxunsa, bu dönməyəndir, tam sərf olurdur. Yox, toxunmasa, sabit qalıb düz xətt kimi uzansa, konstant olsa, onda olacaqdır dönən reaksiya. Diqqətli olun. Oksidləşmə dərəcəsinin dəyişməsinə görə kimyəvi reaksiyalarda reaksiya daxil olan və alınan maddələrin oksidləşmə dərəcə dəyişmirsə adi reaksiyalardır. Oksidləşmə dərəcə dəyişirsə nədir? Oksidləşmə reduksiya reaksiyası. Qısa konkret, harada bəsit maddə görsəz reaksiyada fərqi yoxdur. Sağda və solda o 100% oksidləşmə reduksiyadır. Harada fərqi yoxdur. Sol tərəf reagent, sağ tərəf məhsulda harada bəsit maddə görsəz bu növ reaksiya 100% oksidləşmə reduksiyadır. Yox, əgər bəsit maddə yoxdursa, nəyə baxmaq lazımdır? Oksidləşmə dərəcəsinə. Oksidləşmə dərəcə dəyişməsi varsa, oksidləşmə reduksiyadır, yoxsa yoxdur. Bütün yanma reaksiyaları oksidləşmə reduksiyadır. Niyə? Çünki yanmada nə iştirak edir? Sərbəst oksigen. Harada sərbəst oksigen görsəz, bəsit maddə çıxır. Bəsit maddə nə sayılır? Oksidləşmə reduksiya reaksiyası. Yadda qalar. Absis oxuna toxunmayan dönəndir. Dönəndir, bəli. Əgər sıfıra toxunmuyubsa, sıfıra düşmüşsə dönəndir. Sıfıra toxunursa bir dənəsi dönməyəndir. Baxın uşaqlar, bu reaksiyalar dönməyəndir. Baxın, deməli burada kalsi müsbət 2, oksigen -2, müsbət 4, -2, müsbət 2, müsbət 4, -2. Bunlar da ona kimidir, dönməyəndir. Yadda saxlayın, turşularla əsaslar arasında baş verən reaksiya nə adlanır? Neytrallaşma. Neytrallaşma. Turşu əsaslar. Bəli, turşu əsas sual düşə bilər. Harada turşu, metal OH, əsas H turşu qalır görsəz, bu reaksiya neytrallaşmadır. Bir şərtlə OH-la H sayısı bərabər olan, əvəz oluna bilən OH-la H sayısı əmsalla indeks vuranda bərabərdirsə, o nədir? Neytrallaşma. Yanma reaksiyası, hər hansı element oksigenlə təmasda olduqda və istilik ayrıldıqda, diqqətli olun. İstilik ayrılarsa, bu nə sayılır? Yanma reaksiyası. İstisna, azotun oksigenlə reaksiyası yanma sayılır. Niyə sayılır? Çünki eləcə azot oksigen birləşir və əksinə enerji udulur. Endotermik reaksiya. İstilik udulur. İldırım saxlanda baş verən reaksiya havada, atmosferdə. Azot oksigen birləşir. Bu reaksiyada oksigen olsa da, sadəcə bu nəsə uşaqlar, eləcə oksidləşmə reaksiyası. Çünki niyə? Eləcə oksigen birləşir. İstilik ayrılır. Əgər oksigen birləşən zaman enerji kənara ayrılsa, ətrafı sitsə, sistem ətrafı sitsə, onda olacaqdır yanma reaksiyası. Bəli, yadda saxlayın. Bundan başqa qalan elementlərin oksigenlə birləşməsi reaksiyası əsasən yanma gedir. Çox sağ olun, yadda saxlayın. Uşaqlar, baxın, burada ümumiləşdirmədir. Birinci reaksiya birləşmədir. Baxın, birləşmə reaksiyaları belə halda olur. Oksidləşmə reduksiya, əzbərləməyin, bəsit maddələr arasında. Bəsit maddələr arasında oksidləşmə reduksiya. Belə də isə hər iki mürəkkəb maddə yük dəyişikdir. Birləşmə reaksiyasıdır, yüklər dəyişir. Burada bu nədir uşaqlar? Parçalama reaksiyası. Maddə parçalandıqda sərbəst maddə var. Ən az sərbəst maddənin yükü sıfırda oksigen. Deməli 100% bu oksigenləşmə reaksiyasıdır. Bu isə parçalanma ancaq adi reaksiyadır. Əvəz etmə, belə halda bəsit maddə. Bilirsiniz, hamısında bəsit maddə söhbət var. Bəsit maddə olan oksidləşmə reaksiya yük dəyişir.
oksidləşmə də dəyişir. Bu isə dəyişmir. Burada mübadilə, hətta mübadilə ola bilər. Bəli. Burada isə adi reaksiyadır. Neytrallaşma həm də bəli, adi mübadilə reaksiyasıdır. Bu qədər bundan çıxır. Bitti. Bir dəfə bundan çıxır. Bunu indi aşağıdan gətir. Bunu az. Bunu funksiyada salma. Salma funksiyada. Bir dəfə yox, təzə. Hə, açıl vasitəsi. Solla smart notebook. Hansı öyrənmə. Wait, please. Just close, please. Just maybe you have to type it. No, no. Not this. Open. Click on. Full screen. Yes, that's right. Deməli uşaqlar, kimyəvi reaksiyalarda enerjinin dəyişməsi ilə baş verən reaksiyalar olur. Bir qayda, reaksiya baş verən zaman ətrafa istilik yayılırsa, bu növ reaksiyalar eksotermik reaksiyalardır. Ətrafdan sistem özü enerji dursa, sistemin özünə reaksiya etməsi üçün enerji lazımdırsa, bu nə sayılır? Endotermik reaksiyalar. Eksotermikdə reaksiyanın sağ tərəfində istilik miqdarı və müsbət qiyməti qoyulur enerji qabağında. Endotermikdə isə reaksiyanın sağ tərəfində istilik miqdarı qeyd olunur və qabağında mənfi qoyulur. Bəli, mənfi olan endo daxilə termos istilik, xaric olan da müsbət olan da isə ekso xaricə termos istilik istilidir. Reaksiyalarda maddələrin işarəsi, formulu, indeksi və aqreqat halı və ən sonda istilik miqdarı qeyd olunursa, bu növ reaksiya nə adlanır? Tam termokimyəvi tənqidlər. Tam termokimyəvi, termo, istilik və kimyəvi. Yəni, istilik göstərilməsi ilə baş verən kimyəvi reaksiyalar. Bax, bu qeyd olunursa. Bu qeyd olmasa nə sayılacaqdır? Adi reaksiyalardır, normal adi tənqidlər. Ancaq istilik qeyd olunursa, nə olur? Termokimyəvi tənqidlər. Diqqətli olun. Deməli uşaqlar, rabitə enerjilərinə görə termokimyəvi tənqidlərdə istilik effekti hesablamaq qaydası. Bax, qaydamız nədir? Birinci reaksiya, birinci qayda. Reaksiya yazılır, N2 üstəgələk 3H2, alınır 2NH3. Əmsallaşdırın birbaşa. Azotla azot neçə qat rabitədir? 3 qat. Düsturumuz budur. Q istilik effekti yekun bərabərdir. Q məhsulun rabitə enerjiləri cəmi məhsul. Çıxılsın Q enerji rabitə enerji reagent. Yəni məhsuldakı rabitə enerjiləri cəmindən çıxan reagentləri və qabaqdakı əmsal nəzərə alınır. Gəl hesablayaq. Q istilik effekti bərabərdir. Məhsulumuz nədir? 2 mol ammoniyak. Ammoniakda azotla H nə qədərdir? Təhqat rabitə. Azotla H nə qədər burada? Baxın, buraya yazıram burada. Azotla azot 3 qat rabitə, 1 mol. Üstə gələk hidrogen 3 mol, H təhqat rabitə. Əmələ gəlir azotla hidrogen 3 qat rabitə, 3 təhqat rabitə və qabağı 2 mol. Bunu nəzərə alın. Məhsulumuzda azotla H nə qədərdir? 3 dənə. Hər azotla H rabitə nə qədər edəcək? 390. Neçə moldur qabağı? 2 mol. 2 vurulsun, 3 dənə H. 3 vuraq 390. Çıxılsın reagentlər. Azotla azot 3 qat rabitə nə qədər edəcəksə? Baxın 3 qat rabitə. 945. Yəni bu rabitənin qırılmasına 945 kilojol enerji lazımdır. Yəni 3 rabitə əmələ gəlməsi üçün bu qədər enerji sərf olur. Bunun qabağı neçə moldur? 1 mol. 1 mol azotla azot 3 qat rabitə. 1 vuraq 945. Üstə gələk. Hidrogenlə hidrogen nə qədər uşaqlar? Aha. Neçə moldur qabağı? 3 mol. 3 vurulsun 432. Bundan bunu çıxın. Məhsul sağ reagent, qaydamız olur. Məhsulların rabitə enerjiləri cəmi, sağ reagentlərin rabitə cəmi. Təqribən etməlidir, yəqin ki, mənfi olsa onda olacaq 99. Baxın deyək. 230. Ya da müsbət olmalıdır bəlkə, müsbət. 6, 2 dəfə 3, 6, bura 39. 390. Hə, çıxılsın reagentlər. Reagentlər var, çox eləmdir. Neçə eləyir? Vuraq 2 eləmi? 234 çıxar. Çox eləmdir. Üstə görək. Mənfi 250 edir də. Uşaqlar, bir dəqiqə, 390-dır bu. 3 vuraq 390, bir də vuraq 2. 6 vuraq 390. Mən orada istədim deyəm, orada. Neçə eləyir? 6 vuraq 390,
Çıxılsın 945 ilə 3 Murat 432. 1200, 1296. Aynen 196. Bunların cəmi. Hə? Ay sağ ol. Mənfi 99 kilojoule. Yəni bu reaksiyanın istilik effekti mənfi 99 kilojoule. Bu qədər. Yazırıq Q is effekt bərabərdir mənfi 99. Yəni istilik effekti mənfi 99. Növbəti daha aşağı. Nədir? Deməli, eksotermik reaksiyalarda istilik ayrılır ətrafa, endotermikdə isə enerji tutulur. Baxın, əksər birləşmə reaksiyaları, bütün yanma reaksiyaları, istisna azot oksigen yanma deyil, o sayılır, qalanlar yanma reaksiyalarıdır və əksərən birləşmə və əvəz etmə reaksiyaları eksotermikdir. Əksərən əvəz etmə, birləşmə, bütün yanma reaksiyaları. İstisna azot oksigen birləşmə olsa da oksidləşmədir, yanma deyil, eləcə mənfi küdür. Çünki enerji ayrılır, udulur daha doğrusu. Ancaq istisna əksər parçalanma reaksiyaları endotermikdir. İstisna NO-nun parçalanması X olur. NO maddəsi parçalananda enerji ayrılır. Azot oksigenin birləşməsi isə əksinə endotermik reaksiyadır. Yadda saxlayın. Yolla, kimyəvi reaksiyalarda sistem özündən ətrafa enerji yayırsa, istilik effekti müsbətdirsə, özü ətrafa enerji verirsə, onun daxili enerji dəyişməsi, entalpiyası mənfi olur. Yəni kiçilir. Məsələn, sənin 10 manat pulun var, 5 manat sərf etdin. Nə qalır? 5 manat. Kənarda müsbət görsənsən, 5 manat xərcləyirsən. Daxildə isə 10 manat var idi, sonra 5 manat qaldı. Sonra əvvələ çıx. 2 çıxaq 1, yəni 5 çıxaq oldu, mənfi 5. Deməli, öz daxilində pulun azaldı, delta H sıfırdan kiçik oldu. Sən kənardan müsbət görsənsən, pul xərcləsən, kənara pul səfərləysən, pul bıraxsan, pul xərcləyirsən insanlara, ancaq özünün daxili balansa qazanır. Ona görə də entalpiya dəyişməsi nəyə bərabərdir? Daxili balansa. Yəni, həmişə delta H uşaqla nəyə bərabərdir? Bəli, H1, yox, H2 çıxaq H1-ə. Delta H bərabərdir, H2 çıxaq H1. Son çıxaq əvvəl. Deməli, əvvəl 10 manat var idi, indi 5 manat qalır. 5 çıxaq 10, mənfi 5. Deməli, gördüyünüz kimi, həmişə bəli, delta H-la Q bir-birinə əksdir. Yəni, sən pul xərcləyirsinsə da, müsbət görsənsən, pul qazanır. Yox, pul qazansansa da, pul alırsa kimləsə da, kənardan mənfi görsənsən, borc alır. Ancaq sənin pulun vardır. 2 manat pulun var idi, indi 5 manatdan 7 manat oldu. Sonra əvvəl çıx, 7 çıxaq 2, 5 manat. Öz daxilində delta H müsbət olur, ancaq sən kənardan Q mənfi olursan. Çünki niyə? Kənardan mənfi görsənsən də, borc alan görsənsən. Ona görə bəli, Q ilə delta H bir-birinə əksdir, yadda saxlayaq. Deməli, baxın, gəldi indi reaksiyanın yekun istilik effektinə, bir də əvvələ gələn yanma istiliyinə. Reaksiya baş verən zaman yekun reaksiyanın sonunda yekun ayrılan və ya udulan enerji deyirlər, reaksiyanın istilik effekti. Bu reaksiyada yekun reaksiya baş verənlər, bu qədər maddə baş verən reaksiyası, reaksiyanın yekun istilik effekti nə qədərdir? 572 kilojoule. İndi bir də var ki, maddənin əmələ gəlməsi, ya da saxlayın, əmələ gəlmə istiliyi nə zaman hesablanır? Reaksiyamızda bir məhsul alınanda, birdən çox məhsul alınsa, orada onu tapmaq çətin olur. Ona görə testinizdə var. Deyək, aşağıdakı hansı reaksiya filan maddənin əmələ gəlməsidir, əmələ gəlməsini göstərir. Məsələn, deyək ki, aşağıdakı hansı reaksiya suyun əmələ gəlməsini göstərir. Hansı olmalıdır? Reaksiyanın sağında yalnız bir məhsul alınan, su alınan. Sudan başqa məhsul alınan maddə varsa reaksiyada, o sayılır. Ancaq su alınır. İndi gəlin baxaq. Su neçə mol alınır burada? 2 mol. 2 mol su alındıqda 572 kilojoule enerji ayrılırsa, biz nəyə gəlməliyik? Maddənin 1 moluna. Çünki niyə? Əmələ gəlmə istilik bərabərdir. Maddənin 1 molu əmələ gələn zaman udulan və yaxud da ayrılan enerji. Düzdür nədir? Tənasüb. 2-yə bu qədərdirsə, 1-ə Q əmələ gəlmə. O da bunun yarısı. Q əmələ gəlmə uşaqlar nə qədərdir? 286 müsbət. Düstur qaydası. Q əmələ gəlmə istiliyi bərabərdir. Yekun Q istilik effekti bölünsün əmələ gələn maddənin əmsalı, yəni əmsal qiyməti. Məntiqlə deyin görün, nə zaman əmələ gəlmə istiliyi bərabərdir
istifa etdilər. Nə zaman? Bir mol. Məxrəc 1 olanda. Bu 1 olsa ona bərabərdirlər. Onda hansı reaksiyada məhsulun miqdarı 1 moldursa, o reaksiyadakı yekun istilik effekti bərabərdir əmələ gəlməsiylə. Burada isə bərabər olmaz. Çünki niyə? Əmsal 2-dir əmələ gələn maddə. Bəli. İndi baxın uşaqlar, 48 qram karbon yandıqda 1574 kilozol enerji ayrılır. Karbon qazının əmələ gəlmə istiliyində burada neçə karbon var? 1. Onda 1 karbona gətirin. 48 qram karbon 4 mol elə. 4 mol karbon yananda bu qədər enerji alınırsa, deməli bəli, biz 1 mola gəlsək, 1 molun əmələ gəlmə istiliyi bərabərdir, həm də bunun yanma istiliyinə, karbon yanma istiliyinə. Bəli, 1 mola gətirin. 48 4 moldur. 4 mola bu qədərsə 1 mola 393,5. Ən rahat yolu. Tam istəyirsinizsə də karbon oksigen yandırırsınız, alınır karbon qazı. Bilim belə baxın, ona görə baxın, bilim belə alırsa. 1 karbon 12 qramdır. 12 qram karbon yananda 1 mol karbon qazanılır. İndi 48 qram karbon yansa neçə mol karbon qazanılır? 4 mol. 4 mol karbon qazı alınanda 1574 kilozol enerji alınırsa, nəyə gəlmək lazımdır? Əmələ gələn maddənin 1 moluna. Bəli, 1 mol maddəyə. O da Q əmələ gəlmə. Bəli, 4-ə böləcəz. Eyni şey olur, gördüyünüz kimi. Bəyət bu qısa yolu, bu isə tam yolu, yəni tam geniş adı. Növbəti. Uşaqlar, baxın indi. Tez-tez deyək. Bəsit maddənin yanma istiliyi. Yekun istilik bölünsün, yanan maddənin əmsalına. Q bölək 2. Burada Q bölünsün, əmələ yanma maddəsi 2-2-yə bölünsüz. Bəsit maddə yanma istiliyi. İstilik effekti 2 gələr. Bölünsüz yanan maddənin əmsalına 1-ə, elə Q qalır. Burada Q bölünsüz yanan maddənin əmsalına 4, Q bölək 1. Mürəkkəb maddənin əmələ gəlmə istiliyi. Əmələ gələn maddənin 1 mola baxın, 1 mola görə. Bu neçə mol əmələ gətirir? 2. 2 mol əmələ gələndə Q qədər enerji ayrılırsa, 1 mola gətirir. 1 mola Q-nun yarısı. Q bölünsün 2. Burada da maddə 1 molsa özü qədər. Q qədər. Burada maddə, əmələ gələn maddə 1 moldur. Q bölək 1, yəni Q qədər qalır. Burada da əmələ gələn maddə 2 moldur. Yekunu bölünsün əmələ gələn maddəyə. Yəni Q bölünsün 2. Burada isə Q bölünsün 2. Q bölək 2. Yəni uşaqlar, diqqətli olun. Yanma istiliyi baxın, nə edir? Eyni şeydir. Hər hansı maddə yanan zaman, deməli, Q yanma istiliyi, yanan maddənin yanma istiliyi, yekun istilik effekti bölünsün yanan maddənin əmsalına. Bölünsün əmsalına. Niyə uşaqlar? Nəyə tapmalıyıq? 1 mol maddə yanan zaman ayrılan enerjiyə. Niyə burada udulan enerji demədim? Niyə ancaq dedim 1 mol maddə yanan zaman ayrılan enerjiyə bərabər? Nəyə görə? Çünki yanan zaman maddə nə verir? Ancaq enerji verir, udmur. Ona görə məntiqlə yanma istiliyində ancaq istilik ayrılır. Yəni eksotermik reaksiyadır. Yanmada enerji udulur. Bəli, yadda saxlayaq. Əgər udulsa yanma sayılmaz olur. Yanma sayılır. Tez deyil uşaqlar. 4.48, yəni 0,2 mol metan qazı yandıqda bu qədər enerji alınırsa, nəyə gəlmək lazımdır? Metanın 1 moluna. 0,2-yə 178 isə 1 mola Q yanma istiliyi. Bəli, 890 kilozol enerji ayrılar. 1 mol metan qazı yanarsın. Gördüyünüz kimi rahat sular var. Baxın, qəbul suallar. 22 tamamında metan qazı yandıqda 9 kilozol alınır. 1 mol yandıqda. 1 mola 9 olarsa, 7 mol yansa 3600 olur. 4 mola. Ay sağ ol. X bərabər 4. Elə şey olur. Düzdür. Növbəti. Baxın burada. Deyir ki, kükürdə oksigen yandıranda 1 mol SO2, yəni 1 mol S yananda 288 kilozol enerji alınır. Suyun 1 molunu, 18 qramını qaz halına salmaq üçün, qaz halına 36 kilozol enerji delta H müsbət, yəni Q mənfi, yəni udulur. 36 kilozol enerji udulur. 24 qram kükürt yandırmaqla neçə qram suyu buxarlandırmaq olar? Birinizdə etapaq lazımdır. Bu düstura görə 32 qram kükürt yananda bu qədər enerji alınırsa əgər, onda 24 qram kükürt yanarsa nə qədər enerji ayrılır? Q. Hesablayalım Q qiymətini. 216 edir. 1,5 dəfə azalıbdır. Bunu 1,5 dəfə azalır. Yoxsa yox? 32 edir. Neçə edir? 180 edir.
Yox, elə yox, tələsməyin. Bunun hesabında Q bərabərdir 24 Şu an böyle bir şey yapmıyorum. və 32. O da bərabərdir 216. Deməli, bu qədər Q yansa 216 kilojoule enerji ayrılır. 1 mol suyu 18 qramı qaz salmaq üçün nəyə qədər lazımdır 36? 36 kilojoule enerji ilə 18 qram su buxarlanırsa 216 kilojoule enerji ilə nəyə qədər su buxarlanır? 108. Deyir, su bərabərdir 108. Bu qədər. Növbəti. Bəli. Şola, tez-tez deyək. Deməli, nəyi soruşur birinci? Reaksiyanın yekun istilik effekti nə qədərdir? Yekun istilik miqdarı 1672. Bəli, 1672 bölək 4 yanma istəyir. Aha. 54 qram isə moldur, 2 mol. 4 mola bu qədər enerji alınırsa, 2 mola yarısı. 40 onda 8 neçə moldur? 1 mola 100 neçə 102-dir, hə? 1 mol 102-dirsə, neçə mola 408-dir. 0,4 mol. 2 moluna bu qədər enerji alırsa, 0,4 moluna 5 tanır. Bunu 5'ə bölürsün, bəli. Bu da eyni şeydir. En son 1 mol 102'dir, alimoksidir, ona görə. Şurada baxın, ən vacib olan, ən çox testdə istifadə olunan, qəbulda çətinliyi çox olan bir məsələ forması, HES qanunu. Diqqətli olun, getmə şəraitində asılı olaraqdan yekun reaksiyanın gedişatı, həmin reaksiyanın neçə hissəyə bölünürsə, bütün aralıq reaksiyalara cəm bərabərdir. Yəni, bu reaksiyanın yekun mərhələsidir. Bu yekun mərhələ nəyə bərabərdir? Aralıq baş verən bütün reaksiya cəm bərabərdir. Yəni, hər dəsədə vektorların skalyaya cəm. Vektorun yekun uzunluğa bərabərdir. Digər xırda bütün cəm bərabərdir. Yəni, hissə olan bütün cəm. Baxın burada. Bu iki maddəni toplayın tərəflərdə. C2H4, bu getdi islah oldu elə. C2H2, 2 mol hidrogen və alında 1 mol C2H6. Reaksiya tərəf-tərəf topladıqda, yekunda onun istilik miqdarı Q3 bərabərdir Q1 plus Q2-yə yekun qiymət. Və yaxud da delta H3 bərabərdir delta H1 üstə gərək delta H2-yə. Diqqətli olun. Bunlar hamısı toplanılır. Sen baxar. Ola bilər tənlik dəyişirlər, tənlik çevrilir, baxın. Buna baxın uşaqlar. Deyir, buradakı hansı münasibət doğrudur? Burada bilmək üçün hansı reaksiya yekun mərhələdir? Ne edirsiniz? Baxın, bir reaksiya məhsulu digər reaksiyanın reagen tərəfində varsa, onlar yekun mərhələ deyil, yekun deyil. Yekun hansıdır? P5 olur ki, P olur 5. Ən böyük alınan reagenlər, ən böyük olanlar. Onda bu əsas yekun reaksiyadır. Onda birinci ilə üçüncünü toplayın. Bununla mı? 2P üstə gələk 3 xlor 2, 2P xlor 3, müsbət Q1. Bir də bunu toplayın. P xlor 3 üstə gələk xlor 2, P xlor 5, müsbət Q3. Baxın, burada bu 2 moldur, bu 1 moldur. Nə demək lazımdır? İslah tam geçsin deyə, əks tərəfdə olan ifadənin qabağındakı mol eyni olmalıdır. Bunu 2-yə vurur. 2, 2, 2, bunu da 2-yə vurur. Bir tərəf nəyə vurursa, hər şey ona vurur. Hər şey, yəni bütün qiymətlər hamısı ona vurur. Tərəf-tərəfə islah edeyim, toplayanda. Bunlar getdimi, qalır 2P, üstə gələk 3, 2, 5 xlor 2, alınır 2P xlor 5. Və bu Q1 ilə Q3 tərəf-tərəfə toplanır, Q1 plus 2 mol Q3. Və hansı maddə alınır? Q2. Deməli, burada yekun qiymət Q2 bərabərdir, Q1 ilə 2 mol Q3-ün cəhətlərinə. Q2 bərabərdir, Q1 ilə 2 mol Q3-ün cəhətlərinə. Bəli, yer var. Bu da oldu HES qanunu. Deməli, bax, bu da izahıdır, baxın. İzahı. Nəyə baxaq ki, misalda. Baxın. Bəsit maddələrin istilik effekti şərti olaraq 0 qəbul edilir. Kimya reaksiyanın istilik effekti əmsalları nəzərə alınmaqla məhsulların əmələ gəlmə istiliyi, bıraq əmsalı, çıxaq reagentlərin hər birinin əmələ gəlmə istiliyi vurulsun əmsalıdır. Bəsit maddə varsa 0 sayılır. Bəsit maddənin əmələ gəlməsi nəzərə alınır. Tez baxaq, bu reaksiyada P-xlor 5 nə qədərdə istilik effekti? Bəli, 1 mol əmələ gəlmə istiliyi. Hesab oldu 1. 1 bıraq 367 çıxılsın. Reagentlərimiz P-xlor 3, qalan 1 moldur. 1 bıraq 280. Bu isə 0-da, şöyle bəsit maddə. Söyləyərək 1 bıraq 0. Bundan onu çıxsız. O da müsbət 87. HES qanunu, şöyle tez deyin onu. Baxın dedim. Bu qanuna görə reaksiyanı tərəf-tərəfə toplayın. C-onlar getdi. 2C,
2 mol oksigen və alındı 2 mol CO2. Tərəf oluyor. Üstad 700. Hə, 87. İndi hər tərəf 2-yə bölünməli. Çünki niyə əmsallar bölünə bilər? 1 mol C, 1 mol oksigen, 1 mol CO2. 393,5. Yekun reaksiyanın istilik effekti 393,5-dir. Baxın, nəsə qalmadı ki. Çox eyni şey, tez baxaq bir dənə burada. Məhsulların əmələ gəlmək istədiyini əmsala durun, çıxır eybetlərdən. Bəsiq maddə 0 qəbul olunur. Karbon qaz nə qədərdir? 393,5. Q istilik effekti bərabərdir. 1 vuraq 393,5 üstə gələk. Bu neçə moldur? 2 mol. Suyu 1 mol nə qədərdir? 242. 2 vuraq 242. Çıxısı reagentlər. Oksigen 0-dır. 2 vuraq 0 nəzər alınmır. Metan qazı 1 moldur. O 75. Üstə gələk 1 vuraq 75. Məhsul saf reagent. Hesablayış olur bu reaksiyanı. 484 elə 393,5 toplayın. Bunların cəmindən çıxın 75-i. 802,5 eləməli təqribən. Baxın, düzdür. Növbəti baxaq da. Çox eyni şey, keçsə bunu. Deməli, bir dənə qaldı, təkrar edir. Oksidləşmə, reduksiya,